Naxçıvan Hərbi Kollecində Konstitusiya və Suverenlik ilinə həsr olunmuş hüquq marafonu layihəsi çərçivəsində voleybol birinciliyi olub. Naxçıvan şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən yarışda Muxtar Respublikanın müxtəlif təhsil müəssisələrini təmsil edən 6 komanda iştirak edib. Komandalar qrup və final mərhələlərində güclərini sınayıblar. Oyunlar yüksək idman əhval-ruhiyyəsi və gərgin mübarizə şəraitində keçib. Yarışın nəticələrinə uyğun olaraq Naxçıvan şəhər Uşaq Gənclər İdman Məktəbinin komandası 1-ci, Tibb Kollecinin komandası 2-ci, Musiqi Kollecinin komandası isə 3-cü yerə layiq görülüb. Qalib komandalar diplom, kubok, medal və hədiyyələrlə təltif olunublar. Bu il Azərbaycanda Konstitusiya və Suverenlik ilidir. Cənab Prezidentimiz İlham Əliyevin sənədnamına uyğun olaraq biz də Naxçıvan şəhər Gənclər və İdman İdarəsi olaraq Naxçıvan şəhərində bir sıra silsilə idman və gənclər tədbirləri həyata keçiririk. Bu idman tədbirlərindən biri də ali orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyidir. Birinciliyimizin qalibi təbrik edirəm xüsusi olaraq. Birinciliyimizin qalibi Uşaq Gənclər İdman Məktəbinin komandası oldu. Onlara da və ikinci yerin qalibinə və üçüncü yerin qaliblərinə də ayrıca uğurlarımı arzulayıram. Biz bu yarışda qalib gəldik, birinci yerə çıxdıq və bütün rəqiblərimiz də çox güclü idi və buna baxmayaraq biz yarışda birinci yerə layiq görüldük. Bu yarışları təşkilatçılığına çox təşəkkürümü bildirirəm, öz komandamı təbrik edirəm, bir də bütün bu qalib gələnlərin hamısını təbrik edirəm. Bu yarışda finala qədər çıxmağı bacardıq, amma təəssüf olsun ki, finalda məğlub olduq. Oyundur, hər şey ola bilər, yəni bura qədər gəlmək də böyük bir şərəf idi. Yəni, bunda ikinci yerə layiq olduq. Əsas odur, bütün komandalar, bütün gücləri ilə iştirak elədilər. Yəni, bütün komandalar hamısını təbrik edirəm, hamısına uğurlar arzu edirəm. İnşallah bütün yarışlarda belə bir gözəl, maraqlı oyunlar olar.